Bu dərsimizdə obyekt yönlü proqramlaşdırmanın polimorfizm hissəsinə baxacağıq. Polimorfizm nədir? Polimorfizm bir metodun bir neçə cürə istifadə olunmasıdır. Biz keçən səfər bir oyun yaradırdıq. Burada döyüşçü var idi, oxçu var idi, xarakter. Biz nə etmişdik? Xarakterdən miras almışdıq. Biz indi gəlin bunlara bir metod verək. Deyək ki, public olsun, void olsun, və hücumlar. Bunlara bir hücum metodu quraq ki, biz bu metodu çağıranda bunlar hücum edəcək. Buraya yazaq hücum, döyüşçü. Yazdıq. Ilə hücum. Döyüşçü nə edir? Qılıncla hücum edir. Gələk oxçuya nə edir? Gələk oxçu üçün deyilsin yazaq. Daha doğrusu oxçuya uyğun bir şey yazaq. Public void hücum oxçu system out print ox ilə hücum. Biz baxırıq ki, hər bir karakter üçün ayrıca metodlar yaratdıq hücum eləmək üçün. Amma biz fikirləşik ki, bunu düşünün ki, bizim 100 dənə, 10 dənə, 50 dənə məsələn karakterimiz var və bunların hər biri üçün bunları ayrı-ayrılıqda yazmaq idarə edilə bilməyən və qarışıq bir sistem halına gəlir. Bunu dəyişdirmək üçün biz nə edirik? Gəlirik karakterə. Burada bir dənə public deyirik, hücum deyirik və hücum deyirik. Belə bir metod yazıq və gəlirik döyüşçüdə nə edirik? Biz artıq burada override edəcəyik. Override nədir? Üstünə yazmaq deməkdir. Biz gedəcəyik, nə edəcəyik? Parent klassda olan hücum metodunu götürəcəyik və onun üstünə döyüşçüyə uyğun bir tərzdə, belə deyək, hücum komutunu yazacaq. Hücum kodunu yazacaq. Gələk bura, deyək, public void hücum döyüşçü hücum belə. Gələrik burada nə edirik? Annotation qoyuruq, override. Bu annotation nə üçün istifadə olunur? Bu o deməkdir ki, artıq biz hücum metodunu götürmüşük parent klassdan və onu öz klassımıza uyğun bir şəkildə onun üstünə yazmışıq. Yəni, onu özümüzə uyğun dəyişdirmişik. Gələk burada oxucuda nə edək? Oxucuda da artıq oxucu üçün xüsusi olan bir şey daha fərqli cürə yazacaq. Override'ımızı yazdıq. Public void hücum oxçu hücum ox ilə. Gəlsək indi main'ə. Gəlsək bura. Döyüşçü nöqtə hücum yazsa və oxçu nöqtə hücum yazsa, bunları işə salsa, biz görəcəyik ki, döyüşçü qılınc ilə, oxçu ox ilə hücum. Biz burada nə etdik? Parent klassda bir metod yaratdıq
Polimorfizm dediyi nədir? Bir metodun fərqli üsullarda istifadə, fərqli cürə, eyni adlı metodun fərqli cürə istifadə olunmasıdır. Götürdük onları subklasslarda override elədik, onların üstünə yazdıq. Subklassın özünə uyğun olaraq, yəni mən hər biri üçün hücum metodu yazmaqdansa xarakter də yazdım və onu götürdüm döyüşçüdə döyüşçüyə uyğun bir tərzdə düzəltdim, oxçuda isə oxçuya uyğun tərzdə düzəltdim və onları burada istifadə elədik. Polimorfizmin override-dan əlavə olaraq overload da vardır və biz override eləyəndə belə deyək, bu annotation-dan istifadə eləyirik ki, bunun override olduğunu bildirək. Gəlin indi isə overload mövzusuna baxaq ki, overload nədir, nə üçün istifadə olunur. Gəlin buradan main class-da bunları silək. Artıq bunlarla işimiz olmayacaq. Gələk və overload mövzusuna baxaq. Bəli, arxa fonda müəyyən qədər kodlar yazdım. Overload-u izah eləmək üçün vaxtımız yetməsin deyə. Overload-da biz nə edirik? Overload-da biz bir metodu götürürük. Biz metoda bilirik ki, müəyyən belə deyək, dəyərlər veririk. Onlardan istifadə eləyə bilirik. Burada gördüyünüz kimi istifadəçi müəyyən dəyərlər alırıq. Onları istifadə eləyirik. Overload-da nədir? Biz düşünün ki, eyni adlı iki dənə metodumuz var. Bunları müəyyən bir şeyə görə fərqləndirməliyik. Biz artıq burada nə edirik? Onlara daxil edilən, onlara verilən ədədləri belə deyək, sayını dəyişdiririk. Ədədlərin və yaxud stringlərin, fieldlərin, bu bir neçə növü vardır. İlki onların sayını dəyişdirməkdir. Görürük ki, biz birinci topla metodunda onlara 2 dənə belə deyək, dəyər vermişik. İkincidə isə 3 dənə dəyər vermişik. Mən gedib buna da 2 dənə dəyər versəydim, seni silsəydim. Bu avtomatik olaraq baxacaq, topla. İkisi də eyni şeydir. Amma bunu bir növ nə ilənsə fərqləndirməlidir. Biz bunu birinci üsul sayılarla elədik. Mən artıq gəlib main class-da cəm metodunu çağıranda, ona 2 dənə dəyər verəndə, o gedib nə edəcək? Bu metodu istifadə eləyəcək, bu funksiyanı istifadə eləyəcək. 3 dənə dəyər verəndə gedib bu metodu istifadə eləyəcək. Bu overload-dur. Baxırıq ki, ikisinin də adı eynidir, amma onları fərqləndirən başqa bir xüsusiyyət var. Bundan əlavə olaraq təkcə sayla mı fərqləndirə bilərik? Xeyr. Verilən datanın tipinə görə də fərqləndirə bilərik. Birincidə toplada integer dəyər veririk. Bu birisində isə parametrin fərqi double eləyirik. Parametrin tipini fərqləndiririk, double eləyirik. Artıq gəlib mən main class-da, baxın bura, double bir ədəd verəndə ona, o artıq başa düşəcək, gələcək bu toplaya baxacaq, burada məndən int istəyir. Gələcək bu birisi toplaya baxacaq, burada məndən 3 dənə int istəyir. Gələcək ki, məndən 2 dənə double istəyən topla metodu hansıdır? Budur. Gələcək bunu yerinə yetirəcək, icra eləyəcək. Və burada üçüncü bir case də odur ki, parametrlərin ardıcıllığının fərqli olması. Bu nədir? Burada 2 dənə görürük ki, məlumat yaz metodu var. Bunun birincisində ad birinci, yaş ikinci gəlib, ikincisində isə yaş birinci, ad ikinci gəlib. Biz bununla da overload eləyə bilirik. Metodları belə deyək, fərqləndirə bilirik. Baxırıq, burada birinci Rızanı vermişik, 25, ikincisidə isə yaşı vermişik, birinci, sonra isə adı vermişik. Burada deyə bilərik ki, yəni eyni şeylərə oxşuyurlar, amma bunların daha fərqli professional belə deyək tətbiqində bunlar istifadə olunur. Yəni ilk baxışda mənasız gəlsə də bunlar istifadə olunur. Deməli, hər şeyi cəmləşdirsək, polimorfizm nə oldu? Eyni adlı metodun bir neçə cürə istifadə edilməsi oldu. Bunlar override və overload olaraq iki hissəyə bölündü.
Override-də neyniyirdi? Parent klassa bir dənə metod yazırdı. Subklasslarda onun üstünə override eləyib, üstünə kod yazıb, hər klassın özünə uyğunlaşdırırdı. Overload-da isə eyni adlı metodun parametrlərinin ya sırasına görə, ya sayına görə, ya da ki, tipinə görə fərqləndirirdi və bununla onları ayrışdırırdıq. 2 dənə integer verəndə məsələn, 2 dənə integer parametr qəbul edən metod işə düşürdü. 3 dənə integer dəyər verəndə 3 dənə integer parametri qəbul edən metod işə düşürdü və yaxud double verəndə double parametr qəbul edən metod işə düşürdü. Baxmayaraq ki, hər üçünün adı topladı. Ona verdiyimiz parametrlərin sayına və yaxud tipinin fərqliliyinə görə artıq proqram başa düşür ki, o hansı metodu işə salmalıdır. Bu parametrlərin ardıcıllığının fərqliliyinə görə də yerini dəyişdirə bilir. Polimorfizm dərsimiz bu qədər. Ümid edirəm ki, aydın olubdur. Sağ olun.